Getdik. Deməli, listeningi birinci necə eləyirdim? Mainly about-a baxırdım. Düzdürmü? Baxıram ki, nə haqqında ola bilər? Elon Musk. Sonra Elon Musk'ın həyatı. Gəlirəm o birisinə. Global Communication System. Qlobal əlaqə sistemi. City Another Planet. Digər planetdə şəhər. The History of United States. Tarixi. How Become the Astronaut. Necə kosmonavt olmaq olar. Görürəm ki, fərqli mövzularda. Keçirəm 2-yə. Why will Mars be a special place for SpaceX search? Deyir ki, Mars niyə görə vacibdir? Baxın, SpaceX sözü mənə çox vacibdir. Kvadrat alıram. Mars lazımdır. 3 dənə xətt çəkirəm. Sonra belə. Bu qalır belə. İndi keçirəm digər suala. 3-cüyə. Bu cümləni mənə tamamlamaq lazımdır deyə. Bunu əsas sözlər. Məsələn, Starship üstünə belə xətt çəkirəm. Spacecraft-a 3 bucaq çəkirəm. Yəni mən məsələn Starship sözünü eşitsəm, Spacecraft sözünü eşitsəm, bu suala gəlib baxmalıyam. Sonra bir də əsas baxıram ki, mənim variantlarımda inkarlıq olmasın. İnkarlıq varsa indidən atım getsin. Burada mən görmürəm. Kimsə görsə mənə xəbər eləsin. Yoxdur ki burada uşaqlar. Yerdə mən only sözü var. Aha, baxın yerdə only var. Attım getdi bunu, vəsə. Gəlirəm indi true false-a. Gəldim bura. SpaceX was founded by Elon Musk in the United States. Bu cümlələr çox vaxt düz olur. Çünki fakt var. Baxın, deyir Elon Musk United States-də SpaceX-in təşkilini qoyub. Bu fakt olanda çox vaxt true olur. Amma yenə də ehtimal eləyirəm, silirəm. Heç götürmürəm heç nə. Sadəcə məsələn İkincidə only səhvdir. Aysa, baxın, ikinciyə gəlsəm only-ni görürəm, false götürürəm. Sonra gəlirəm, Mars colony will include dome habitants. Mən bu cümlə mənə lazım ola bilər. Bu cümləni mən eşidə bilərəm listeningdə. Götürürəm buna bir dənə neyniyim? Məsələn, ulduz çəkim bu sualın qabağına. Sonra thousand hərflə yazılıb. Mən bunun üstünə bir dənə min yazıram. Min sözü, thousand sözü eşidəndə avtomatik bu suala gəlib baxıram. Mən də bilirəm ki, imtahanda 2 dənə true düşür. Baxın belə. True, true, false, false. Yəni ardıcıllıq belə olmur. Sadəcə 2 dənə true olur, 2 dənə false olur. Mən bilirəm ki, burada bir dənə false-um varsa, deməli hansısa bir sualım yenə false-dur, amma hansısa ikisi true-dur. Bu bizim listeningimizin belə şeyin getdik, yəni üstündən review kimi getdik. İndi qoşuram, bir yerdə eləyəm, mən də sizdən işləyirəm bir yerdə. Səs gəlir hamıya. Qoşuram, gedək bir yerdə eləyək. Siz də özünüz üçün qeydlər götürün. SpaceX is one of the most innovative aerospace companies in the world. It was founded by Elon Musk in the United States. Year by year, the company made incredible inventions in the space industry. Soon, it became the first private company to send humans to the International Space Station. Today, SpaceX makes inventions not only in rockets, but also in global communication. One of their biggest projects is building a city on Mars, the Red Planet. Mars will be a special place for SpaceX's research. It will help the company to learn deeply about how humans can live on other planets using sustainable resources. SpaceX aims to use this information to protect humanity's future. By the help of the Starship spacecraft, the company aims to transport people and cargo to deep space. The Mars colony will also include dome habitats for living. SpaceX has officially completed many successful tests of the Starship. In the beginning, the project will provide only a few scientists with these habitats. Once the colony is fully established, thousands of people will be able to live and work there. Toyota is one of the largest automobile companies. Bu silindi. Kim neçədən tapa bildi? Mən üçünü də tapdım. Süper. Üçündən də. Əslində biri tapmışam, amma bilmirəm, səhvdir yadımda. Süper. Tapdığınız cavablar mənimki ilə uzlaşır? Bəli. Yes. Baxın, əgər 2-yə kim A yazıbsa düzdür. Çünki cümlə bə cümlə eynisini dedi. Sonra, üçüncüyə
Üçüncünü biraz qastırtmış ola bilərsiniz, amma Starship sözünü mən eşitdim, sırası bura baxdım. Ən axırda transport, aysa, aimlə transportu falan eşitdim, space götürdüm B-ni. Sonra dördün birincisini elə başlanğıcda dedi. Dedi United States founded by, bu truedur. Burada zaten only olduğuna görə səhvdir, ona dəymirəm. Bir də bunu deyəndə baxın bu qutaran kimi anında bunun cavabını habitant, dom habitant sözü eşitdim deyə gəldim bunu true götürdüm. Bu truedur. İndi mən baxıram ki, bir dənə bu truedur, bir dənə də bu truedur. Bu false-sa avtomatik bunun variantı false ola bilər, ehtimal kimi. Amma mən dimdə deyiləm deyə dimdə belə düşür. Adi sınaqda, baxın bu Murad Hüseynlinin sınağıdır. Ola bilər ki, burada 3 dənə true, bir dənə false olsun ya da tərsinə. Anlaşıldı? Amma dimdə elə olmur. Dimdə 2 dənə true olur, 2 dənə false olur. İndi mən bunu qaçırtdım. Bunu axırda dedi. Bir də mətnin əsas mənası nə haqqında ola bilər? Elon Musk'ın həyatından danışmadı ümumiyyətlə. Sonra qlobal əlaqə sistemindən danışmadı. Deyir, başqa planetdə şəhər, bu ola bilər əslində. Deyir, sonra United States tarixindən danışmadı və burada da necə kosmonavt olmaq olar. Düzü, kosmonavt olmaq haqqında bir məlumat eşitmədim mən. Amma onu da saxlaya bilərəm. Ehtimal var. Böyük ehtimal ki, burada C variantıdır. Marsdan danışır. Yəni də baxaram. Cümləni biraz fərqli deyilir. Bilirsiniz necə deyilir? Once the colony is fully established, thousands of people will be able to live and work there. Belə deyir, amma 4-də fərqlidir. Bu hissədə? Bəli. Yes, onu mən bir sən necə danışa bilmədim. Thousand sözü eşitdim, amma ki əmin olmadım da, axıra qədər dinləyə bilmədim deyə götürmədim. Yəni ehtimal ola bilər ki, false olsun da, B olsun, amma yenə də saxlayıram. Çünki mən imtahandayam da, riskə ata bilmərəm heç nəyi. Yaxşı? Bəli. Thousand. Cümlə tam eyni olmadı deyə mən də səhv götürdüm. Amma ikinci dəfə qoşuram onsuz da. İkinci dəfə qoşum yenə də işləyək. Bir dənə birinci, baxın birincini danışmışam öz-özümə. Prosta internet gedirdi ya. Elon Musk'ın həyatından mən eşitmədim heç nə, düzdürmü? Ona görə atıram. Global Communications Məncə deyil orada. United States'in şeyi, tarixi, tarixindən danışmadı ki, yox, tarixindən danışmadı. B ola bilər. Yox. Baxıram. Bir dənə B-yə baxım. Deyir, qlobal əlaqə sistemi, heç bunun əlaqəsi yoxdur da, yəni. Deyir, digər planetdə həyat, şəhər. Mənə fikir verin, Mars haqqında danışır. Ola bilər ki, C olsun. D-də ümumiyyətlə olmaz. United States'in tarixi haqqında danışmırdı da. Y-də də deyir ki, necə kosmonavt olmaq olar. Yəni, kosmonavt olmaqdan danışmadı. Yes. Qalır C variantı. İndi ikinci dəfə qoşuram. Mənə bu sual maraqlıdır. Kim nəyi tamamlamayıbsa, yenə də qulaq assın. Sonra yoxlayaq cavablarımızı. Qoşuram. SpaceX is one of the most innovative aerospace companies in the world. It was founded by Elon Musk in the United States. Year by year, the company made incredible inventions in the space industry. Soon, it became the first private company to send humans to the International Space Station. Today, SpaceX makes inventions not only in rockets, but also in global communication. One of their biggest projects is building a city on Mars, the Red Planet. Mars will be a special place for SpaceX's research. It will help the company to learn deeply about how humans can live on other planets using sustainable resources. SpaceX aims to use this information to protect humanity's future. By the help of the Starship spacecraft, the company aims to transport people and cargo to deep space. The Mars colony will also include dome habitats for living. SpaceX has officially completed many successful tests of the Starship. In the beginning, the project will provide only a few scientists with these habitats. Once the colony is fully established, thousands of people will be able to live and work there. Is in the world. It was founded by... So, dear thousand people... Ne oldu? Yes. Axırı fikir verdiniz, eyni oldu. Elə true'dur cümləmiz.
Çox tez-tezlər. Yes, yes. Deməli fikir verirsiniz, bu da true'dur, bu da true'dur, bu da true'dur. Amma imtahanda belə düşmür, yəni narahat olmayın. İmtahanda 2 dənə true, 2 dənə false düşür. Sadəcə bu adi bir sınaqdır deyə özləri belə yazıblar. Hamıya aydın oldu listening? Bəli. Əla. Kimin hansı səhvi çıxdı? Bax məsələn, 1-də C idi, 2-də A idi, 3-də B-dir, 4-də true, false, true, true. Şə bu qədər. Kimin səhvi varsa desin, izah edeyim. Ay, mən. Yes. Mən indi burada məsələn siz başa salırsınızsa, Aha. onu başa düşürəm. Aha. Amma bəlkə də sınaq tipləri burdakılar işlədiklərimiz eyni tipdədir deyə burdakıları eləyəndə düz çıxır. Amma dində olanlar, yəni imtahanda, OTK-da olanlar fərqli çıxır deyə biraz çoxsa səhv çıxır eləyəndə məndə. Məsələn, nəyi fərqlidir? Necə fərqlidir?